Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində Əməyin Mühafizəsi Mərkəzi Ağdamda media nümayəndələri üçün əməyin mühafizəsinə dair müəssisələrə mediatur təşkil edib. Vətən müharibəsinin 5-ci ildönümünə həsr olunan mediaturda sosial tərəfdaş qurumların nümayəndələri olan Mina Təmizləmə Agentliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi də iştirak edib. Mediaturun məqsədi işğaldan azad olunmuş ərazilərdə əməyin mühafizəsi sahəsində görülən işləri, maarifləndirmə tədbirlərini və müəssisələrdə yaradılmış təhlükəsiz iş şəraitini ictimaiyyətə təqdim etmək olub. İştirakçılara 2023-cü ildən başlayaraq bu sahədə həyata keçirilən tədbirlər barədə məlumat verilib. Bildirmək istəyirəm ki, 2023-cü ildən etibarən Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində Əməyin Mühafizəsi Mərkəzi, Azərbaycan Mina Təmizləmə Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasıyla birgə maarifləndirmə tədbirlərinin icrasına başlanılmış. Tək 2025-ci ildə qeyd olunan ərazilərdə keçirilmiş maarifləndirmə tədbirləri 135 işə götürən üzrə 4700-dən artıq işçinin heyətini əhatə etmiş və 46 sayda tədbirlər həyata keçirilmişdir. Tədbirlərdə iştirakçılara əməyin mühafizəsi, iş yerlərinin attestasiyası, işçilərin sağlam və təhlükəsiz şəraitdə çalışması, həmçinin yeni dövlət standartlarının tətbiqi ilə bağlı ətraflı məlumat verilib. Əməyin mühafizəsinə dair keçirilən tədbirlərdə Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası da yaxından iştirak etmişdir. Əlbəttə bizim üçün hər bir üzvümüzün həyatı önəmlidir. Buna görə də Həmkarlar İttifaqı olaraq çalışmışıq ki, işlərimizi günün tələbinə uyğun quraq. Yəni işçilərimizin sağlam və təhlükəsiz şəraitdə işləməsini təmin edək. Eyni zamanda dövlətin layiqli əmək siyasəti, əmək qanunvericiliyinin əsas tələbləri, iş yerlərində təhlükəsizlik standartları və mina təhlükəsizliyi qaydaları iştirakçıların diqqətinə çatdırılıb. ANAMA Dövlət Əmək Müfəttişliyi ilə birlikdə mütəmadi bu təlimlərin təşkil olunmasında fəal iştirak edir və əhalimizin maarifləndirilməsində əlindən gələn dəstəyi əsirgəmir. Kiçik və Orta Biznes İnkişafı Agentliyi olaraq işğaldan azad olunmuş ərazilərdə sahibkarlara müvafiq dəstəklər göstəririk. Hal-hazırda bugünkü tədbirimizdə də elə bariz nümunə kimi Tabaterra şirkətini elə misal çəkə bilərik. Səfər çərçivəsində media nümayəndələri Ağdamda fəaliyyət göstərən bir sıra müəssisələrdə əməyin mühafizəsi və sağlam iş mühitinin yaradılması ilə bağlı həyata keçirilən qabaqlayıcı tədbirlərlə yerində tanış olublar.